Hə, deməli Məhəmməd, bu əlifbanı sən bilirsən, elə? De görün bax bu nə hərfidir? A, Bu B, C, Ç, B, D. D, E, Aha. Ə, Sonra Ə, F, F, C, C, G, H, H. H, Sonra H'dan sonra nə gəlir? X. K, Sonra I, sonra I, I, yox, J, J, X, K. K, Məhəmməd, əlifbada K hərfi iki cürə səslənir. K və K. İndi mən sizə şəkillər göstərəcəm. Sən onda başa düşsən mən nə demək istədiyimi. Başa düşdün? Əlifbamızda deməli K hərfi neçə cürə səslənir? K, İki cürə. K və K. İndi bax, sən də görün, burada bu nə hərfidir? Yox. Belə quyruğu olan nə hərfdir? Q. G, Sonra L. L, Sonra M, N. N, O. O, Başındakı O'ya oxşayır, görsən? Amma başında iki nöqtə var. Nə olur? O, Yox. O, başında iki nöqtə olanda Ö'dür. Ü, Ö. Ü, Ö, Ö. Ö, Ö. Ay sağ ol. Bu P, P. P, P. Sonra R. R, S. S, Ş. Ş, T. T, U. U, Ü. Ü, Bu nədir? V. V, Y. Y, Z. Z, Ay sağ ol. İndi Məhəmməd, bax biz burada indi səndən soruşdum. Bu nə şəklidir? Günəş, Yox. Ulduz, Ay sağ ulduz. Ulduz görürsən nə hansı hərflə başlayır ulduzun? U. U, Ay sağ ol. Gəl burada Odun. baxaq. Odun. Ay sağ ol. Odun hansı hərflə başlayır? O hərfi ilə. Bu nədir? Nə şəklidir? Saat. Saat hansı hərflə başlayır? S. Saat sözü neçə A var? Görürsən? S, A, T. Neçə A var? 2. 2, Saat sözündə 2 A var. Bax bu nədir? Bana, Banan. Banan hansı hərflə başlayır? B. B, Böyük B. Kiçik B, Böyük B, kiçik B. Daha sonra bu nədir Məhəmməd? Əlcək, Əlcək. Nə hərf ilə başlayır? Ə hərfi ilə. Afərin. Bu Alma, A, A hərfi ilə başlayır. Afərin. Bu nədir? Cücə, C. Nə hərf ilə başlayır? C. C, Ay sağ ol. Bu Tülkü, yox. Türküdür bu. Bu nədir? Maral. Maral, Maral hansı hərflə başlayır? M. Maral. Ay sağ ol. Bu Nar. Nar. Nar hansı hərflə başlayır? N. N, Ay sağ ol. Bu Məhəmməd J-dir. J. Və buna Jean-Claude da deyirik. Klon da deyilir. Amma burada görsən bunun adı Jean-Claude. Nə hərfi ilə başlayır? J. J, J. Ay sağ ol. Bu şəklə də baxaq. Bu nədir? Z. Z, Bu nə heyvandır? Tanıyırsan bunu? Bu nədir? Ata oxşayır amma nədir bu? Zebra. Zebra, Hə, bax, bunu televizorda görəndə, kitablarda görəndə, nə bilim, dərslikdə görəndə görürsən, quruluşu ata oxşayır, amma nədir bu? Zebra. Zebra, Ay sağ ol. Sonra bu isə Məhəmməd, nə hərfidir bu? Y. Y, Bu yarasadır. Yarasa. Yarasa görmüsən heç? Amma görmüşəm o bağıranın üstündə. Ay sağ ol. Nə vaxt olur yarasalar? Gecə. Gecə, Gecələr çıxır. Onların gözləri gündüzlər görmədiyi üçün gecələr uçurlar. Və görsən, yarasa bax budur. Və hansı hərflə başlayır? Y, Y. Afərin. Məhəmməd, bu nədir? Bu nə hərfidir? G, Ay sağ ol. Böyük Q, Kiçik G, kiçik Q və qatar hansı hərflə başlayır? Q. Bu da qatardır. Afərin. İndi baxaq görək. Son növbəti şəklimiz hansıdır? Bizim. Bu yenə rənglərin birləşməsidir. Yəni, burada. Hə, bunları sonra keçərik. Bu nədir? Dəftər, Yox. kitab, Kitab, dəftərlə belə olmur. Bu qalındır. Kitab bax hansı hərflərdir? K. K, 2. Kitab. Görsən, deyirdim sənə K kitab sözündə əlifbada K hərfi iki cürə səslənir. Kitab, K və K. Başa düşdün?
İnşallah növbəti şəkil gəlsə başa düşəcəksən. Bu nədir? Nə hərfidir bu? I. Məhəmməd, I ilə hər hansı bir söz eşitmisən? I. Yox. I ilə söz yoxdur. I ancaq ya cümlənin ortasında olmalı, ya da sonunda. Bunun məsələn, bax, I hərfi görsən sona düşübdür. Bu nə şəklidir? Ayı. Ayı. Görsən, hərf I-dır, amma sona düşür. Ayı. Afərin. Palas. Yox, palas yox. Xalça. Xalça. Nə hərfidir? X. Afərin. Bu nədir Məhəmməd? At. Yox, at oxşayır bu. Yox, inək. İnək. Nə hərfidir? İ. Afərin. Bu H hərfidir. Hinduşka. H hərfi. Bax, bu da G hərfinə də Məhəmməd heç bir söz yoxdur. G hərfinə sən heç bir söz eşidə bilməsən. Yalnız cümlənin ortasında olduğu üçün bu nədir bu əlindəki? Dırmıq. Dırmıq. Və dırmıqdır. Dırmıqdır və bu da kimdir? Bağban. Bağban. Hə, bağban sözündə deməli G hərfi cümlənin ortasında gəlir. Başa düşdün? Bunu da dinə. İşıq. Yox, işıq yox. Fənər. Fənər. Nə hərfidir? F.